Azərbaycanda evləri və obyektləri kütləvi şəkildə zərərvericilər bastı. Sakinlər təşvişdə. Zərərverici həşəratlar Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiya eləyir. Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində qeyri-yaşayış və inzibati binalarda qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. Bu barədə reportun Şimal-Qərb Bürosuna Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumigasiya Mərkəzindən məlumat verilib. Yaşayış binalarında kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir. Buna görə də sakinlərə mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əllə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Hazırda kimyəvi mübarizə tədbirləri də davam etdirilir.